Qapalı şəraitdə qoyunçuluğu öyrənmək istəyənlər videonu qaçırmasın, axıra kimi izləsin. Sizdən xahişim odur ki, kanala abunə olun, videonu bəyənin, paylaşsanız da sevinərdim. Bugün qapalı şəraitdə qoyunların baxılması haqqında məlumat verəcəm. Üstünlüklərini deyəcəm, nisbətdə az miqdarda olan mənfi tərəflərini də sizə deyəcəm. Əgər kim məşğul olmaq istəyirsə də mənimlə əlaqə saxlaya bilər. Bu dediklərimi tam axıra kimi qulaq asandan sonra. Qapalı şəraitin üstünlükləri nədən ibarətdir? Birinci, tam yemlənmə apara bilirik. Quzularda itkilər çox olmur. Heyvanlar tam sağlam şəkildə olur və ildən ilə isə ikizlik faizimiz bizim yuxarı qalxır. Yemlənmə çox sadə şəkildə aparılacaq. Birinci, quru dönəm yemlənməsi dediyimiz qoyunlar quzularını tam-tamına hazırlayır və bu müddətdə quzudan ayırırıq analarını. Bu müddət 3 ay ərzində də gedə bilər, 2 ay ərzində də gedə bilər, 1 ay ərzində də gedə bilər. Biz əsasən 1 ayı, mənim planımdan biz 1 ay qoyunları quru vəziyyətdə saxlayırıq. 1 aydan sonra isə 1 ayını tamamlamamışdan 10 gün, 12 gün ərzində isə qoça hazırlanma mərhələsi gedir. Quru dönəmində çox sadə bir yemlənmədir. Yemlə biz yemləndirmirik. Sadəcə olaraq otla yemlənmə aparırıq. Amma heyvanların çəkisinə uyğun planla gedirik. Çünki burada əsas məsələmiz bizim anaç qoyunların çəkiləridir. Bunu niyə görə eləyirik? Ana qoyunlar quzu dövründə əgər çəkilərini aşağı salırlarsa, onda qoça gəlimi yadınızdan çıxardın. Qoça gəlmirlər. Qoça gəldiyi zaman isə bir müddətdən sonra bala tullamaları olur. Bu da ziyansılıqdır. Qoça hazırlanma mərhələsində xüsusi bir proqramla 12 gün ərzində, 15 gün ərzində biz yemlənmə, başqa bir cür yemlənmə aparıb qoça hazırlıq vəziyyətinə salırıq və bundan əlavə isə qoçumuz da hazırlanır. Qoçlar ən böyük səhvlərdən biri qoçun sürüdə olmasıdır. Qoçlar təmiz, ayrı saxlanmalıdır. Bunun səbəbi xüsusi qoyunlar, anaç qoyunlar xüsusi bir buraxırlar, ifraz edirlər. Və bu ifraz elədiyi zamanı qoç buna hazırdır da, bilir ki, burada qoyunlar var, mən bunlarla mayalanacam, belə eləyəcəm. Yəni burada bunun biz qabağını kəsməliyik, istək yaratmalıyıq. Bunun üçün isə qoç təmiz ayrı saxlanılır və 10 gün ərzində, 12 gün ərzində, hətta 15 gün ərzində qoçu hazırlayırıq. Və bu qoçu hazırladığımız zaman patoklara bölünür. Qoça istirahətlə biz nə edirik? Anaç qoyunlarımızı qoça gətiririk. Burada da müəyyən bir periodlar olur. Bunların da hamısını siz öyrənəcəksiniz. Ondan sonra isə yenə quru dönəmdəki kimi qoça gələndən sonra balalıq vəziyyətləri yoxlanılır. Yoxlanılandan sonra 3 ay ərzində yenə qoyuna quru dönəmdəki kimi yemlənmə aparırıq və son 2 ayında ən böyük səhvlərinizdən biri qoyunun qarnında balasının, quzunun gəlişmə periodu başlayır burada və bu period sayəsində bizim qoyunlarımız öz balalarını tam-tamına yetişdirə bilir, inkişafını sağladır və bunun üçün isə yemlənmə lazımdır. Biz yemlənməni aparırıq. Son 15 gün ərzində, doğuma 15 gün ərzində nisbətdə yemi azaldırıq. Bunun səbəbi sərbəst doğa bilsinlər və burada gəzim nöqtələri də olmalıdır ki, bir balaca sərbəstlik lazımdır. Əsasən bu doğum mərhələsində və patoklara bölünür. Patoklara bölünməsinin səbəbi nədən ibarətdir? Sürüdə əsasən qoyunlarının, quzularının öldürülməsi, gigiyenik qaydalara əməl edilməməsidir. Dədə-baba ilə örüşə çıxarılması, otladılmasında.
Anaç qoyunlar doğmamışdan qabaq öz ərazisini tanıyırlar. Bilirlər ki, məsəl üçün, deyirlər ki, mən bu ərazidən, indi bilmirəm görürsüz, belə deyək də, bu yumru ərazidən mən çıxmayacağam. Həmən Allah Taala bunlara elə bir qüvvə verir ki, anaç qoyun oranı təmizləyir, gigiyenik vəziyyətdə təmizləyir və balasını həmən yerdə balalaya bilir. Bunun üçün patok lazımdır. Amma qoyunçuluqda, dədə-baba üsulu ilə otarmada biz bunu eləyə bilmir. Qoyun onu eləyə bilmir. O gigiyenik qaydalara əməl eləyə bilmir. Və bunun sayəsində də neyinir? Qoyun balasını öldürə bilir. Bu birinci. İkinci şey ondan ibarətdir ki, qoyunlar iç parazitlərindən təmizlənmir, müalicə aparmırıq və bunun sayəsində də zəif təbəqədə olan quzularımız əmələ gəlir. Zəif təbəqə nəyə görə? Çünki bu mədə inkişafı, heç bir şey inkişaf eləmir. Təzə-təzədən inkişaf eləməyə başlayır və əmdiyi zamanı ananın qanındakı olan bütün parazitlər, mikroblar quzuya daxil olur. Parazitlər də əsasən mədə bağırsağı vurur və bunun sayəsində də quzu ölümü daha çox olur. Əsasən quzularınızda nə olur? Qarın ağrısı çox olur. Bunların biz qabağını kəsə bilmirik bəzən. Sizləri deyirəm ha. Bunun sayəsində quzu ölümləriniz daha çox olmuş vəziyyətdə olur. Bunun qabağını biz kəsirik patoklarla 15 gün ərzində. Bilirik ki, orada qoyun öz balasını dünyaya gətirəcək inşallah Allahın izni ilə. Sonradan süd yemi başlayır. Süd yemi düz 2 ay ərzində verilir. 2 ay 15-ci gün ərzində isə yavaş-yavaş kəsilməyə başlayır. 15 gün ərzində patok-patok yavaş-yavaş aşağı gedərək kəsilir və quru dönəmi yenə başlayır və bunun sayəsində biz ortada 2 yerdə yem veririk. Bu qoça gəlməni saymıram. Uzun bir periyod deyil. Əsasən qoyunlarımız bizim 3-cü ayından sonra yemlənməyə başlayır. Quzularımıza isə süd yemini, anasına süd yemini doğandan sonra 2 ay ərzində cəmi cümlədən biz 4 ay ərzində yemlənmə aparırıq və 4 ay ərzində yemlənmə aparandan sonra isə quzularımız tam sağlam şəkildə olur. İndi burada videoda göstərəcəm. Sadəcə olaraq bu quzular hələ 1 ayı tam-tamına tamamlanmamış quzulardır. Amma köklüyünü, inkişafını göstərəcəm ki, görün necə inkişaf eləyiblər və Allahın izni ilə də 2 ay tamam olandan sonra isə bizdə yemlənmə başlayır. Quzuların bordağı. Ya siz onları elə satsınız, ya da ki bordaqla satırsınız. Və burada da biz istədiyimiz çəkiləri əldə eləmiş oluruq. Quzular 8 aydan bir doğum olunacaq və biz pangonu burada nəyə görə qoymuşuq? Pango yemlənmədə öz yeminizi hazırlayanda əsas qatqılarımızdan biri olan pangodan istifadə edəcəyik ki, yemdə həzmlik və inkişafı sürətləndirsin və bunun sayəsində də qoyunlarımız tam sağlam şəkildə bala verə bilsinlər və quzularımız isə tam sağlam şəkildə pango sayəsində kökələ bilsinlər. Kim istəsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. İllik planla biz gedirik və 1 il ərzində bizlə əlaqədar olaraq işləyirsiniz. Ödəniş bir dəfə olunur. Bu videolarımda hər ayla biz ödəniş almırıq. Bir dəfə ödəniş tələb olunacaq sizdən. Bir dəfə ödəniş tələb olunandan sonra isə biz 1 il ərzində sizlə işləyəcəyik Allahın izni ilə. Pango, yemlənmə hamısı bir yerdə baxım şəraitində cəmi cümlədən 200 manat olacaq. 6 ədəd pango göndərəcəyik. 6 ədəd pango və ödənişiniz isə 200 manat olacaq. 1 il ərzində istəyir 100 dənə qoyunun olsun, istəyir 500 dənə qoyunun olsun. Mənim üçün fərqi yoxdur. Cəmi cümlədən bu proqramın öyrənilməsində 6 ədəd pango göndərmək şərti ilə 200 manat ödəniş eləyəcəksiniz inşallah. Kim istəsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və verdiyimiz işlər %95% zəmanət verilir ki,
Əgər mən dediyimi eləmək şərti ilə siz nəticə götürmüş olacaqsınız. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videonu paylaşmağı da unutmayın.